Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. Bugün biz Ağcabədi rayonunun Hindar qəsəbəsində qəhrəman şəhidimiz Polad Əliyevin il dönümünə gəlmişik. Düz 20 il bundan öncə Polad qardaşımız posta xidməti vəzifəsini yerinə yetirərkən düşmən gülləsinə duş gələrək şəhadət acı almışdır. Hazırda Polad qardaşımızın il muzeyindəyik. Yanımda gördüyünüz iki şəhid anasından danışacağım sizə. Biri Polad qardaşımızın anası, digəri Polad qardaşımızın nənəsi. Nənəmiz özü də şəhid anasıdır. Nənəmizin də oğlu Məmmədov Rızvan Sadayoğlu. Məmmədov Ramiz Sadayoğlu 94-cü ildə itkin düşmüşdür. Bugünkü günə qədər adı hələ də itkinlər siyasındadır. Bu şəhid anaları görürsüz ana baladılar. İkisi də eyni dərddə. İkisi də eyni itkidə. Yine Polad qardaşımızın məzarı var. Amma Ramiz qardaşımızın bu vaxta qədər məzarı yoxdur ki, ana da özünə bir təsəlli tapsın. Allah Taala'dan arzu edirəm ki, Allah ana sizə ömür demirəm, ömrü Allah verir. Allah sizə səbir dözüm versin ki, Allah o günü qismət eləsin ki, sizə o itkin balanızın nəşi tapılsın, ölsündən dirsindən bir xəbər çıxsın, sizin də gözünüz bu yoldan yaşılsın. Ben onu arzu eləmişəm. Demişəm, Allah sən özün ömrümə təhər öləcəmsə, bircə gün mənim ömrümə ver, o gəlsin, mən ondan iki-üç kəlmə söz danışım, ona deyim, bala sana neynədilər, nə qaydılar. Bax, onu Allah'tan çox razı eləyirəm ki, Allah mənə möhlət ver, mən onu görüm. Mənim el o gəlsin, həmə canımı alsın ki, mən ölüm. Tamından artıq nə deyim? Allah sizə səbir Allah sizə versin. Allah yaxşı adamlara verir. Mən bir ona Allah'tan arzu edirəm. Allah sen beni bircə gündə olsa onunla elə görüm, mən ölüm. Bax, onu arzu eləmişəm. Qurban olum sizə. Gözü yaşlı, ağ bir çay anamızı bir gün sevindir. Ne gece yadımızdan çıxır, ne günü yadımızdan çıxır. Ne bileyim, ne deyim. İndi isə keçək Poladımızın anasına. Poladımızın anası da, yəni hamı bilir ki, itki pis şeydir. Oğul itkisi anamızı gör nə hala salıb. Ana, Allah sizə səbir dözüm versin. Anamız həm qardaş həsrəti çəkir, həm oğul itkisi çəkir. Allah Taala ana sizə bol səbir dözüm versin ki, bu ağrıya, acıya dözürsünüz. 20 il bundan qabaq Polad qardaşımızı torpağa tapşırdınız. Sabahki günü Beyzəti gecəsi qonağım olubdu. Qara qutuda yer durmuşam. 8 günü torpağa tapşırırdı. Polad da elə oğul deyildi. Çox yorulmaz, çox qoçaq, ata-ana qədri bilən, valideyn qardaş bacı qədri bilən elə oğuludur. Ərinməz, yorulmaz oğul. Ne danışsam benim koyan söyleyeceğim. Onun kendi sözleri, onun benim.
Elə dedi gələcəkmiş hemen sabah 2 gün gözləyirdim səhərimi. Ne diyeyim? Buna dedi ki, Erməni düşmanı. mama, babam ölübdür. Mən istəyirəm gəlim. Mən də buna dedim, o gəlsin də, nə, o gəlsin ha. Dedi qoy Dedim, ha, o gəlsin. Dedi, o 40'ında yatsın. Dedim, o da o dene gəlsin də, nə, bala, o gəlsin. Hə. Allah şahitlərimizin hamısına rəhmət eləsin. Qadilərin də canını sağ eləsin. Hamısını Allah canları sağ eləsin. Elə torpaqları aldı, verdi. Həmmə, vallahi, bizim kimisinin nədir? Abla, o kadar da. Rəhmət Rəhmət eləsin. Səhlər Hamısı bizim çökənlərə balalarımız. canın sağ eləsin.